Bura şəhər mərkəzindən 10,6 kilometr məsafədə yerləşir. Kənd Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Adını ərazidəki eyni adlı çaydan alıb. Söhbət Xocalı rayonunun Ballıca kəndindən gedir. Həmin o kənd ki, 1988-ci ildən etibarən baş verən erməni vandalizminin şahididir. Mən Əzimov Teymur Feyzullaoğlu, Xocalı rayonunun Ballıca kənd sakini. 1975-ci ildə anadan olmuşam, 12 may, 13 yaşıma qədər bu kənddə yaşamışıq. Məlum Qarabağ hadisələri düşən zaman bu kənddə ermənilərin bizə qarşı elədiklərindən çox, yaşayışımız çox çətin olubdur. Yəni biz 1988-ci ilin sentyabr ayının 18-i burada yaşayan Azərbaycanlıların üzərinə ermənilərin hücumundan sonra biz artıq məcbur olub sentyabr ayının 21-i, 22-si arası biz buranı tərk edib Xocalıya getdik. Xocalıda 26 fevral günü 613 Xocalının şəhid olduğu günü, yəni mənim də çoxlu sayda orada yaxınlarım şəhid oldu. Teymur müəllim şagird kimi tərk etməyə məcbur olduğu Ballıca kənd tam orta məktəbinə müəllim kimi geri dönüb. O bugün təkcə doğma yurduna, təhsil aldığı məktəbə deyil, həm uşaqlığına, həm də uşaqlıq dostuna qovuşub. Orta məktəbdən şagird kimi çıxdığım bir məktəbdən artıq mən müəllim kimi geri qayıtmışam. Çox sevincliyik. Və bugün bu gördüyümüz bu ağacla da mənim böyük bir xatirəm var. Çünki əlimdə tutduğum bu şəkil və bu şəkildə olan ağac, yəni bax bu ağacdır. Yeganə qalan xatirə bir dənə bu şəkil oldu bizdən. Çünki biz Xocalını tərk edən zaman heç bir şey çıxarda bilmədik. Bu şəkili də biz yəni bir qohum evindən tapmışam bu şəkili. Bu şəkil 2-ci sinifdə oxuduğum zaman yanımda olan uşaq isə Şahveranov Niyazidir. Yəni biz o 3-də oxuyurdu, mən 2-ci sinifdə oxuyurdum. Bax gördüyünüz bu ağac, yəni bu məktəbin həyətində çəkdirdiyim şəkildir. Ballıcada həyat canlanır. Xocalı şəhidlərinin ruhu şaddır. 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Ballıca kəndi düşmən tapdağından azad olundu. Canlanma gedir, həyat qayıdıbdır, Qarabağa həyat qayıdıbdır. Bizə bu sevinci yaşadan Ali Baş Komandanımıza təşəkkür edirik, Azərbaycan ordusuna təşəkkür edirik, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa dilərik. Və bugün bütün evlərdə mavi yanacaq vasitəsilə evlər qızdırılır. Hətta məktəbimizdə də görürsünüz ki, qaz, yəni xətti çəkilibdir, istilik öz normasında gözəldir. Bütün xətlərdə, yəni qazdan problemimiz yoxdur. Bütün yəni evlərdə qazdan istifadə olunur. Gəlin. Salam, gəlin. Mavi yanacaqla isinən Ballıca məktəblilərinə sözü gedən şəraitin yaradılması Sokarın Azərqaz İstehsalat Birliyi üçün mühüm əhəmiyyət kəsb edirdi. Məhz bu səbəbdən qısa müddət ərzində məktəbin qazanxanası təbii qazla təmin olundu. Bundan əlavə Ballıcada 130 fərdi yaşayış evi təbii qazla təchiz olunub. Hal-hazırda 112 abonent fasiləsiz, dayanıqlı və keyfiyyətli şəkildə mavi yanacaqdan istifadə edir.